80'ci illərdə ermənilərin dünyanın müxtəlif ölkələrində o zaman bu səfərlər yox idi. Alo. Şərqliyini kapatmışlar, çok ilginç bir şey. Orada hiç şey de yok, hasar da yok. Şimdi böyle bir balaca resmi abidə kimi bir şey. Mehmet Emin Resulzade. Ben çıkayım istiyorsan, çekiyorsan. Konuşacaksan ben. İndi yeniden götürülüp bir balaca bir məqbərə halına getirilip. Əslində biz tamaşaçılarımız bilsin, biz burada tələbə olanda iki böyük fikir vardı. Bizim hökumət idi, Əbülfəz Elçibəy Cumhurbaşkanı idi və Əbülfəz Elçibəy ilə biz görüşəndə şəxsən mənim Əbülfəz Elçibəy ilə Məhəmməd Əmin Rəsulzadənin məzarının söhbəti olub. İki fikir vardı. Bir fikir deyirdi ki, Məhəmməd Əmin Rəsulzadə və mühacirətdə fəaliyyət göstərən Azərbaycan mühacirlərinin məzarları Azərbaycana daşınsın, Azərbaycanda bir panteon qurulsun və hər kəs orada dəfn olunsun. Və maraqlıdır ki, bu əsri məzarlıqda, biraz irəlidə 1911-ci ildə Müsavat Partiyasını quran 3 kişidən biri Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Abbasqulu bəyin də məzarı orada olmalıdır. Yəni burada, bu əsri məzarlıqda çoxlu Azərbaycan mücahidlərinin məzarları var. Türkiyədə nazirlik yapmış İlhan Aküzüm vardı. İlhan Aküzümün atası vardı, Feyzi Aküzüm. Feyzi Aküzüm Azərbaycan Kültür Dərnəyinin başkanlarından biriydi. Feyzi Aküzümün məzarı da buradadır. Nə bəlalar çəkib bu millətin başı. O zaman tələbə idik, gənc idik, havalıydıq. Amma Məhəmməd Əmin Rəsulzadənin kəşməkeşli həyatı nələr çəkib. Mübarizə aparıb, Çar Rusiyasında mübarizə aparıb, Milli Azərbaycan hökumətinin qurulması uğrunda mübarizə aparıb, öncə Azərbaycan toplumunun Çar Rusiyasının tərkibində mədəni müxtəliyyəti uğrunda mübarizə aparıb, Çar Rusiyası tərəfindən sürgün olunub. Bunların mahiyyətini indi canımla hiss edirəm. Nə boyda mübarizə aparıb. Çar Rusiyası sürgün eləyib, Çar Rusiyasının əlindən İrana gedib, İranı dəyişməyə çalışıb, İranın o qəzeti yaradıb, yəni yeni İran. Orada da bir şeyler yapabilmeyipler. İran'da bir şey yapılır mı? İran'da 100 ildir bir şey yapılmadı zaten. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə, 300 illiyi münasibətilə Çar Rusiyası əfv-i ümumiyyə verib. Hörmətli, sevimli, gözəl hökumətimizin diqqətinə çatdırıram. Çar Rusiyası 1913-cü ildə əfv-i ümumiyyə verib. Bütün dünyada olan insanların hamısına, Çar Rusiyasının təbəələrinə, belə deyək, ümumi əfv çıxarıb. Biz ölkəmizdə 10 adama əfv çıxarda bilmirik. Çar Rusiyası o boyda ümumi əfv-i ümumiyyə verib. Məhəmməd Əmin Rəsulzadə o əfv-i ümumiyyədən yararlanıb Azərbaycana qayıdıb. Hümbət təşkilatının yaradıcılarından olub, Hümbət təşkilatının içində olub, Azərbaycan naminə Nəriman Nərimanovla da müəyyən müddətdə yol gediblər.
Sonra Müsavat Partiyasını qurub, sonra 1917-ci ilin oktyabrında Nəsib bəy Yusif bəyli ilə Türk Ədəmi Mərkəziyyət firqəsindən, Müsavat firqəsindən Müsavat Partiyasını birləşdirib 1911-ci ildə qurulan. Sonra Şurayı Millini yaradıblar. Sonra Qafqaz Seymi yaranıb. Sonra Çar Rusiyası dağılıb. Sonra Azərbaycan Milli Cumhuriyyətinin qurucularından biri olub, ən böyük firqənin Müsavatın başında olub və Azərbaycan Demokratik Cumhuriyyəti dövründə Məhəmməd Əmin Rəsulzadənin heç bir vəzifəsi olmayıb. Amma fikir babası olub. Sonra bolşeviklər gəlib. Bir insan ömründə nə boyda təlatümlər ola bilər. Sonra Məhəmməd Əmin Rəsulzadəni həbs eləyiblər. Məhəmməd Əmin Rəsulzadəni kim həbsdən çıxarsa yaxşıdır? Stalin. Stalini bir neçə dəfə bizim qoçular öldürmək istəyəndə Məhəmməd Əmin Rəsulzadə aparıb Novxanıdakı evlərinin zirzəmisində gizlədibmiş. Məhəmməd Əmin Rəsulzadə sonra sürgünə gələndə anası çıxırmış, Stalinin böyük şəkillərinə baxırmış. Deyirmiş, abala, o bığlı oğlana deyin ki, Məhəmməd Əmin yoxdur. Məhəmməd Əminin başı qaldadır. Anası elə bilirmiş ki, o bığlı oğlan, Məhəmməd Əminin anası onun qabağına yemək gətiribmiş. İndi Stalinin burnundan gəlsin, gəlməsin, onu da mən deyənmərəm. İndi Allah o dünyada burnundan gətirdi mi, gətirmədi mi, onu deyənmərəm. Və Stalin Məhəmməd Əmin Rəsulzadəni bilirsiniz aparanda ona nə deyib? Deyib ki, sən mənlə getməsən, səni burada özününkülər öldürəcək. Görürsünüz, tariximiz necə bənzəyir. Adamı bir dəfə tuturlar, sonra adamı bir dəfə də tuturlar, sonra adamın qəzetini bağlayırlar, sonra adamı xəstələndirirlər, sonra adamın canını çıxardırlar, sonra adamı öldürürlər, sonra adamı ölümə tərk edirlər. Bax, Məhəmməd Əmin Rəsulzadəni öldürməyiblər, amma ölümə tərk ediblər. Sonra gedib Moskvaya, sonra gedib Şərqin üstündə işləyib, görüb ki, yox, buralar onluq deyil. Və bir yolunu tapıb Finlandiya körfəzindən çıxıb gəlib Finlandiya üzərindən Türkiyəyə. Türkiyədə nə olub? Rahat mı olub? Olmayıb. Gəlib 1924-cü ildə milli hökuməti yaradıb. Milli Azərbaycan mərkəzini, Allah rəhmət eləsin, Məhəmməd Kəngərli də onun başındaydı. Arxasınca Stalin düşüb. Çiçerin bir məktub yazıb, Voroshilov bir məktub yazıb. Məktub gəlib Türkiyə Böyük Millət Məclisinə, məktub göndərilib Atatürkə. Gün gəlib, beynəlxalq vəziyyət o qədər gərginləşib ki, Məhəmməd Əmin Rəsulzadəni çağırıblar ki, Türkiyəni tərk elə. 1934-cü ildə də Türkiyədən gedib. Hara gedib? Berlinə gedib. Azərbaycanın müstəqilliyi uğrunda Hitlerlə danışıqlar aparmaq istəyib, alınmayıb. Nə olub? Orada da deyiblər ki, Almaniyanı tərk elə. Almaniyanı tərk eləyib, hara gedib? Polşaya gedib. Sonra Dünya Müharibəsi, sonra Dünya Müharibəsinin nəticələri və Azərbaycan əsirlərinin də tarixində böyük rol olub. Məhəmməd Əmin Rəsulzadə olmasaydı, bizim yüz minlərlə əsirlərimiz Afrikaya, Misirə göndərilirdi. Məhəmməd Əminin böyük rolu olub ki, onların əksəriyyətini Türkiyəyə gətirilməsinə səbəb olub və özü də nəhayət 1948-ci ildə Türkiyəyə gəlib, Azərbaycan Kültür Dərnəyini qurub 1953-cü ildə, sonra da dünyasını dəyişib. Təlatümlü bir ömür, həyat yoldaşından xəbər yox, övladlarından xəbər yox, övladları Qazaxıstanda sürgündə, anası orada zülümdə, qohumları orada zülümdə. Bir insanın başına nələr gələr? Məhəmməd Əmin Rəsulzadənin taleyi elə bil Azərbaycanın taleyidir. Elə bil bu vətənin taleyidir. Və çox qəribədir. Məhəmməd Əmin Rəsulzadənin taleyini bugün Azərbaycanın aktiv, fəal, Azərbaycanı düşünən gəncləri, insanları, jurnalistləri, siyasətçiləri yaşayır. İbrətamiz bir şeydir. Bu məzarın başında Əbülfəz Elçibəy olub.
Əbülfəz Elçibəy bura prezident kimi gələndə mən də o görüşdəydim. O ziyarətdə mən də vardım. Elçibəylə burada şəkillərimiz də var. Bu məzarın başında Ayaz Mütəllibov olub. Ayaz Mütəllibov bura gələndə mən də vardım o görüşdə. 1991-ci ilin oktyabrı idi. Və bu məzarın başında gəlin, Azərbaycanlısınız? Yox, Hə. Bu məzarın başında Heydər Əliyev olub. Bu məzarın başında. Yəni Azərbaycanın dövlət başçılarının hamısı burada olub. Çox könül istərdi ki, mən hələ də tələbəlik illərindəki fikrimdə qalıram. Türkiyə də bizim torpağımızdır, Türkiyə də bizim canımızdır, amma çox könül istərdi ki, Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana götürülsün, Azərbaycanda böyük bir panteon tikilsin. Azərbaycanın yəqin ki, nə vaxtsa müstəqil dövlətimiz bunu eləyəcək və mən çox istərdim ki, Azərbaycanın indiki prezidenti də bu məzarın başından Azərbaycana, Azərbaycan gənclərinə səslənsin, bir dünyada yaşayan Azərbaycanlılar üçün əfv-i ümumiyyə versin. Və mən çox məmnunam, çox şadam bu böyük kişinin məzarının önündə bir daha talih bizi bura gətirdi. Və Azərbaycana da buradan salam söyləyirəm. Məhəmməd Əmin Rəsulzadənin ruhuna Azərbaycandan salam gətirmişəm. Allah qismət eləsin. Biz Məhəmməd Əmin Rəsulzadənin arzularına və iddialarına layiq bir dövlət quraq. Məlahət xanım, siz də xoş gəlibsiz bura. Məzarlığa bəzən xoş gəlibsiz demək olmaz, amma Məhəmməd Əmin Rəsulzadə bizim qurucu dövlət başçımızdır. Seyidi bəy, siz də məmnunam buradasınız. Türk gənclərini salamlayıram. Onlar oradan keçəndə gördülər hər halda. Biz buraya gəldik. Buraya mı gəldiniz? Buraya mı gəldiniz? Ha, çox gözəl, çox gözəl. Hər kəsə salam olsun. Hər kəsə salam olsun. Dövlət böyüklərimizin ruhu şad olsun. Allah Azərbaycanın dövlət böyüklərinə, dünyasını dəyişən mücahidlərinə hamısına rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.